Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, Peyğəmbərimiz Muhammed s.ə.v-in oturması və uzanması. Çox vaxtı qardaşlar günümüzdə sual verirlər ki, bəs məsciddə oturmaq, uzanmaq ədəbləri necə olmalıdır? Məsciddə uzanmaq olarmı? Məsciddə ayaqları qiblə istiqamətinə uzatmaq olarmı? Buna cavab olaraq mən söyləyirəm ki, əziz müsəlmanlar, Peyğəmbər s.ə.v məsciddə uzanardı da. Peyğəmbər s.ə.v məsciddə ayaqlarını uzadardı da. Yəni, bu ədəbsizlikdən deyil. Bu ədəbsizlikdən deyildir, əziz müsəlmanlar. Və həmçində Peyğəmbər s.ə.v oturmaq qaydası var idi. Peyğəmbər s.ə.v uzanmaq qaydası var idi. Bunları hamısını Allah Rasulü s.ə.v bizlərə öyrədib. Baxın, elm tələbəsi öz müəlliminin qarşısında və yaxud elm məclisində necə oturmalıdır? Məşhur Cəbrail əleyhissalamın hədisi. Cəbrail əleyhissalam sahabənin cildində gəlir Peyğəmbər s.ə.v yanına, dizlərini onun qarşısında diz çökür, oturur, dizlərini onun dizlərinə söyküyür, oturur Peyğəmbər s.ə.v qarşısında və başlayır ona sual verməyə. Və bütün alimlər deyirlər ki, elm tələbəsinin öz müəlliminin elm məclislərində oturmaq ədəblərindəndir. Diz üstə oturmaq yerə ədəblərdəndir. Həmçinin Allah Rasulü s.ə.v gəlib ki, ənə Əbu Səid Əl-Xudri radiyallahu anh deyir ki, məndir Peyğəmbər s.ə.v məsciddə oturduğu zaman ön dizlərini bükər və onları əlləri ilə tutardı Peyğəmbər s.ə.v. Ön dizlərini bükər və onları əlləri ilə tutardı. Həmçinin Allah Rasulü s.ə.v-dən Peyğəmbər s.ə.v ömrünün son günlərinə yaxın, yəni ölümünə az qalmış, Peyğəmbər s.ə.v bilirsiniz ki, xəstə idi. İki sahabənin çiynində Peyğəmbər s.ə.v gətirilərdi namazgaha. Və Peyğəmbər s.ə.v gəlib ki, rəvayətlərdə bardaş quraraq, oturaraq namaz qılardı məsciddə. Peyğəmbər s.ə.v bardaş qurardı, oturardı və o cürnədə namazını qılardı. Və sahabələr də ardınca namazını nə edərdilər? Qılardılar. Peyğəmbər s.ə.v bardaş qurardı. Həmçinin gəlib ki, Peyğəmbər s.ə.v-in qadağan etdiyi uzanmaq forması vardır. Peyğəmbər s.ə.v-in qadağan etdiyi uzanmaq forması var. Suffə əhlinə olan Tixfə ibn Ğifar radiyallahu anh deyir ki, məndir gecənin axır vaxtında məsciddədir, üzü qoyuludur. Yatdığım zaman bir nəfər gəlibdir ayağı ilə, baxın deyirəm, məsciddədir. Ayağı ilə məni silkələyib dedi ki, qalx. Bu elə bir uzanmaqdır ki, Allah subhanahu ta'ala bu uzanmağa nifrət edir, deyir. Mən başımı qaldırıb gördüm ki, bu Peyğəmbər s.ə.v-dir, başımın üzərində dayanıb. Deməli, üzü qoyulu yatmaq Peyğəmbər s.ə.v bizlərə qadağan edib. Amma ondan başqa, arxası üstə, yəni beli üstə uzanmaq, sağ çiyni üstə uzanmaq, sol çiyni üstə uzanmaqda heç bir problem yoxdur, əziz müsəlmanlar. Həmçinin ayaqları, oturmuşsansa ayaqları qiblə istiqamətinə uzatmaqda heç bir problem yoxdur, əxi. Yəni, bu ədəbsizlikdən deyil. Düzdür, bu günləri bəzi məhzəblər bunu ədəbsizlik sayırlar. Əgər həqiqətən də o məsciddə söhbətə səbəb olacaqsa, sən bunu eləmə. Sən bunu etmə yine. Və baxın, görün sonra Peyğəmbər s.ə.v nə deyir? Əbu Umamə radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v məsciddədir, üzü qoyulu uzanmış bir kişinin yanından keçdikdə ayağı ilə onu vurdu, deyir. Və ona dedi ki, qalx ayağa. Bu cəhənnəmdir əhlinin yatmasıdır, deyir. Yəni, cəhənnəm əhli bu cürdə yatacaq, üzü qoyulu. Ona görə bu hədislər onu göstərir ki, üzü qoyulu yatmaq olmaz. Baxın, görün, Abdullah ibn Zubeyr radiyallahu anh nə deyir? Peyğəmbər s.ə.v məsciddədir, ayağının üstünə atmış olduğu halda, baxın, ayağının üstünə atmış olduğu halda məsciddə beli üstə yatdığını gördüm. Beli üstə yatdığını gördüm. Bu hədisə İmam Buxari rahiməhullah həmçinin Müslim rəvayət etmişdir. Beli üstə uzandığını gördüm, deyir. Həmçinin gəlib ki, Peyğəmbər s.ə.v döşəkçəyə söykənərdi. Ayşə radiyallahu anh deyir ki, mən onun üçün bir döşəkçə düzəltmişdim. Və bu döşəkçəyə Peyğəmbər s.ə.v söykənərək nə edərdi? Sağ tərəfə, yəni dirsəklənərək o döşəkçəyə söykənərdi və Peyğəmbər s.ə.v bununla nə edərdi? Dincələrdi. Həmçinin Ayşə radiyallahu anhdən Peyğəmbər s.ə.v yatdığı döşəkçəsi barəsində soruşurlar. O deyir ki, dəri ilə örtülmüş, içi xurma lifi ilə doldurulmuş bir döşəkçəsi var idi Peyğəmbər s.ə.v. Yəni, bu Allah Rasulü s.ə.v-in uzanmaq, həmçinin də oturmaq şəkilləri idi ki, hansı ki, Peyğəmbər s.ə.v-lə sahabələr, həmçinin onun zövcələri rəvayət etmişdilər. İxlasla.com saytı tərəfindən təqdim olundu.